Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi asan və tez başa gələn kətə hazırlayacağam. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə onu deyim ki, bugün mart ayının 30-u Ramazan bayramıdır. Bu münasibətlə hər kəsi, izləyicilərimi, əzizlərimi, yaxınlarımı, hər kəsi ürəkdən təbrik edirəm. Neçə-neçə belə gözəl illərə, bayramlara çıxasız deyirəm. Amin. Keçək reseptimizə. Qeyd edim ki, xəmirimizin hazırlanmasını göstərə bilməyəcəm, çünki xəmirimiz artıq hazırdır. Bayramda hazırladığım paxlavadan xəmirim artıq qalmışdı. Bunu soyuducuda saxladım, buzluqda saxladım. İnanmazdım ki, paxlava xəmirini bir neçə günlər buzluqda saxlamaq olurmuş və bugün vaxt edib bunu çıxartdım və bişirdim. Sizlərlə də paylaşmaq istədim. Nə edirəm? Xəmirimizi yayıram. Dediyim kimi, paxlava xəmirimdən həm xəmirim, həm içliyim qalmışdı. Asan olsun deyə kətə hazırlamaq qərarına gəldim. Həm asan, həm tez başa gəlir deyə. Əgər sizdə də paxlava xəmirindən artıq qalarsa, bunu buzluqda saxlayın. Günlərlə bunu saxlamaq olur. Vaxt olanda çıxarın, bişirin. Həm asan, həm də tez. Nə edirəm? Xəmirimizi gördüyünüz kimi yaydım, üzərinə yağlayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Xəmirimizin üzərini qəşəng bolluca yağlayıram. Xəmirimizi yaxşı yağladım və üzərinə ləpə əlavə edirəm. Və bunu rulet formasında yumurlayıram. Və mən bunu bu formada bururam. Yəni buna ehtiyac yoxdur. Sadəcə biraz dəyişiklik olsun deyə bunu bu formada edirəm. Əslində bu xəmirdən bir neçə növdə şirniyyat hazırlamaq olardı. Bu daha asan olduğu üçün bunu etmək qərarına gəldim və bu formada kəsirəm. Kvadrat formasında bəzəkli bıçaqla siz istədiyiniz formada kəsə bilərsiniz. Baxın, möhtəşəm görüntüsü oldu. Kətələrimiz artıq hazır oldu və bunları soba listinə düzürəm. Və üzərlərinə yumurtanın sarısını vuracağım. Dediyim kimi bir ədəd yumurtanın sarısını qarışdırmışam və kətələrin üzərinə əlavə edirəm. Hamısının üzərinə yumurta çəkdim və biraz fərqli görüntü olsun deyə
Mən üzərlərinə çörək otu əlavə edəcəm. Bu yəni reseptdə yoxdur. Buna əslində çörək otu getmir. Sadəcə dəyişiklik olsun deyə mən bunu etdim. Maraqlı görüntü olsun deyə. Və bunu 170 dərəcədə bişirirəm. Artıq bişdi, şirniyyatlarımız hazır oldu. Möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu. Gördüyünüz kimi asan, tez başa gəldi. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allaha əmanət olun. Bayramınız mübarək olsun.